Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrinə əsasən şagirdlərin bilik səviyyəsini müxtəlif parametrlər üzrə araşdıraraq müqayisəli təhlillər aparıb. 9-cu, 11-ci siniflər üzrə nəticələrin müqayisəli təhlili bir sıra səciyyəvi məqamları ortaya çıxarıb. Hesabata əsasən 11-ci siniflər üzrə buraxılış imtahanlarında Naxçıvan şəhərindəki ümumi təhsil məktəblər ölkə üzrə bölgələr arasında ən yüksək nəticəni göstərmişdir. Şagirdlərimiz 158.37 orta bal göstəricisi ilə respublika üzrə ən yüksək nəticəni göstərmişdir. Sevindirici haldır ki, Ordubad rayonunun şagirdləri də əldə etdikləri yüksək nəticələrlə ölkə üzrə ilk beşlikdə yer tapmış və bununla da Naxçıvan təhsilinin ümumi uğur mənzərəsinə mühüm töhfə vermişdir. 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən Naxçıvan şəhərindəki ümumi təhsil məktəblərinin şagirdləri 143.08 orta bal göstəricisi ilə ölkə üzrə bölgələr arasında ən yüksək ikinci nəticəni göstərmişdir. Habelə bununla yanaşı Şahbuz rayonunun şagirdləri də əldə etdikləri yüksək nəticələrlə ölkə üzrə ilk beşlikdə yer almışlar. Bu faktlar göstərir ki, əldə olunan nəticələr yalnız ayrı-ayrı məktəblərin deyil, bütövlükdə regionun təhsil siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. Son illər təhsilin keyfiyyətinin yüksəldilməsi, təlim prosesinin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və şagird yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini göstərməkdədir. Bu nəticələr bir daha sübut edir ki, Naxçıvandakı məktəblərdə sağlam təhsil mühiti formalaşmış və şagirdlərin potensialının ortaya çıxarılması üçün zəruri şərait yaradılmışdır. Bundan sonraki dövrdə də qarşımızdakı əsas məqsədlərimizdən biri təhsilin keyfiyyətinin artırılması və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində şagirdlərimizə dəstək göstərməkdir. Müəllim və şagirdlərimizə daha böyük uğurlar arzusuyla Oruc Mirzəyev, Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər.